Salam Hürriyyət TV izləyənlər, xoş gəlmisiniz. Kanalımıza abunə olub, videolarımızı bəyənməyi və paylaşmağı unutmayın. Qafqaz İnfoya istinadən xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərov ifadəsində ayrılan vəsaitlərin bölüşdürülməsi mexanizmini açıqlayıb. Onun sözlərinə görə, yol idarələrinin rəhbərləri görülən işlərə ayrılan vəsaitin 10%-ni ona təqdim edib. Əsgərov bildirib ki, o isə həmin vəsaiti Arxitektura Komitəsinin sədrinə verib və pullar daha sonra Seymur Talıbova çatdırılıb. Bu sistemin 2022-ci ilə qədər davam etdiyi iddia olunur. Müttəhim əlavə edib ki, layihələrə ayrılan ümumi vəsaitin üzərinə 12% əlavə olunub. Bunun 10%-i qeyd olunan qaydada yönləndirilib, 2%-i isə bank xərclərinə sərf edilib. Bəhruz Əsgərov həmçinin vurğulayıb ki, işçilərə verilən əlavə bonus ödənişləri aşağı maaşların kompensasiyası kimi təqdim olunub və bu, rəhbərliyin göstərişi ilə həyata keçirilib. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini deyib və baş verənlərdən peşman olduğunu qeyd edib. Qeyd edək ki, sabiq sədrə Cinayət Məcəlləsinin 179.4-cü külli miqdarda mənimsəmə və 313-cü vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib. Məhkəmə prosesi mayın 1-nədək təxirə salınıb.